Azərbaycan xalq yazıçısı Natiq Rəsulzadənin daha bir hekayəsi ilə sizi tanış etmək istəyirik. Hifz et və bağışla. Hekayədə görən nədən bəhs edilir? Bəlkə yazıçının özündən soruşaq. Bu psixoloji səpkidə yazılan hekayənin mərkəzində çox məşhur, orta yaşlı yazıçının obrazı durub. 10 il əvvəl bu yazıcı həyat yoldaşı ilə birgə öz yeganə yeniyetmə oğullarını itiriblər. Oğlan gedib çimərliyə və orada dənizdə batıb. Yazıcının arvadı xəstəliyə düşüb, depressiya olub və güclə o depressiyadan həkimlər onu çıxardıblar. Amma ondan fərqli olaraq yazıcının həyatı çox parlaqdır. Onu oxucular sevir, ona çox mükafatlar veriblər, o çox məşhur olur. Bu qədər depressiya keçirdən bir qadın bu barədə ondan bir söz soruşmurmu? Həyat yoldaşı ondan soruşanda ki, bəs sən bu bütün sən qazancların, varlı olmağın, bu ordenlərin, medalların və s. və ilaxır. Bunların hamısını bizim yanımızda uşağımız olsaydı, onları dəyişərdin. Demək ki, çox öyrəşib məşhurluğa. Cavabı nə olacaq? Cavabı bilmək üçün gəlin oxuyaq. Əziz kitabsevərlər, Azərbaycan xalq yazıçısı Natiq Rəsulzadənin daha bir hekayəsi ilə sizi tanış etmək istəyirik. Hifz et və bağışla.